Hər kəsə salam. Bilirsiniz ki, peşə təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı. Qəbul olanların bundan sonraki mərhələsi sənədləri yığıb təhsil müəssisəsinə təqdim eləməkdir. Bəs bunlar hansı sənədlərdir? Sistemdə göstərilir attestatın əsli, amma attestatlar kağız formasında olmadığına görə siz MyGov-dan elektron attestatını çıxarıb, çap eləyib təqdim eləməlisiniz. Daha sonra sağlamlıq haqqında arayış əldə etməlisiniz. Sistemdən, yəni portalda ərizə nümunəsini çap etməlisiniz. O da elə portaldan sənədi əldə et hissəsinə basıb yükləyə bilərsiniz. Daha sonra şəxsiyyət vəsiqəsinin surəti lazımdır. Mütləq şəkilli şəxsiyyət vəsiqəsindən söhbət gedir. 3-ün 4-ə formada 4 ədəd fotoşəkil. Oğlanlarda hərbi bilet və yaxud çağırışa qədər daha doğrusu çağırışçı olması barədə şəhadətnamə və güzəştli şərtlərlə qəbul olanlar haqqında həmin o güzəşti təsdiq eləyən sənəd lazımdır. Sənədləri ayın 25-nə qədər yığıb təhsil müəssisəsinə təqdim etməlisiniz. Hər birinizə uğurlar.